Universiteti bitirən kimi iş tapmaq üçün nə etməliyəm? Əvvəlcə qısaca deyim ki, bu videonu müəllimim Doktor Sərvər Qurbanova ithafən çəkirəm. Çünki mən ilk dəfə onun kanalında görmüşdüm ki, xaricdə müxtəlif ölkələrdə olanda oradan videolar çəkirdi və hazırda Kuala Lumpurdayam. Azərbaycanda bitirən kimi məzun olmaq üçün, yəni sizi iş dünyasına hazırlayan 3-5 universitet var. Əgər bu top universitetlərdən məzun olmusunuzsa, bitirən kimi iş tapa bilməmisinizsə, bu sizin probleminizdir. Çünki artıq universiteti bitirməzdən öncə bir istiqamət seçib bu istiqamətə davam etmək lazımdır. Əgər universiteti bitirəndən sonra yenə iş tapa bilməmisinizsə və bu top 3-5 universitetdə oxumamısınızsa, bunun yarısı sizin universitetin, yarısı isə sizin özünüzün probleminizdir. Çünki bu nəzərə almalıyız ki, bu universitetlər sizi birbaşa iş dünyasına hazırlamır. Çoxlu boşluqları var bu universitetlərin, qəbul balı aşağıdır, ödənişləri aşağıdır, top müəllimləri cəlb eləmələri çox çətindir, nəticədə tədris keyfiyyəti aşağı düşür, bunu qarşılaya bilmirlər. Nə etmək lazım idi? İkinci kursun artıq sonlarından yavaş-yavaş istiqaməti seçmək lazım idi, bir koç tapmaq lazım idi, mentor tapmaq lazım idi ki, sizi iş dünyası ilə xəbərdar etsin, sizi oraya çıxartsın, istiqamət kursun, sertifikatlar alasınız, bacarıqlar toplayasınız, internshiplər alasınız və beləcə karyeranızı artıq formalaşdırırsınız. Məzun olan kimi də artıq karyeranıza başlayasınız. Mən İsa Zeynal beynəlxalq şirkətlərdə karyera konsultasiyası xidməti göstərirəm. 5 ilə yaxındır. Bütün Wall Street banklarından və müxtəlif sahədəki top şirkətlərdən yüzlərlə iş təklifləri almışıq. Almaniyadan, Amerikadan, İtaliyadan və Polşadan iş təklifləri almışıq. Əgər siz də Azərbaycanda və ya beynəlxalq şirkətlərdə öz karyeranızı qurmaq istəyirsinizsə, kommentdə karyera yaza bilərsiniz və sizinlə detalları bölüşəcəyik. Hər birinizə uğurlar arzulayıram.